Bizimlə sən Pərviz Təbrizin yayımına qoşularaq Aslanla mübahisə edir, ondan ona etdiyi söyüşlərə görə hesab sorur və keçmiş həyat yoldaşı Nabatın ona atdığı sözə görə od püskürür. Bunu görən Nabat da yayına qoşularaq aralarında qırğın çıxır və nələr baş verir videonu izləyək. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Falan sözü demisən, hə. Yaxşı, gözə gəbərir, indi üzümədir. Və yaxud mən də sənin telefonda deyirəm ki, falan dediyin 10 qat sənsən. Sən nə ağardın? Sən canını açıb dedin ki, sənin ailən falan işlərlə məşğuldur. Bu kişiliyə sığan bir hərəkətdir. İndi də söyüş söymürük, açıq söhbət eləyirik. Bildim, sən də söyüş söylüyorsun. Yeməməliydin. Bəlkə boynu alırsan da, nə yəqin ki, o səhv böyük. Deməməliydin. Birin kişinin kişi ilə boynu alırsan da, yəqin deyirəm o səhvi ki, kişinin kişi ilə söhbəti düşər. Amma kişi kişinin ailəsinə heç vaxt şərxata yaxmaz. Mən bildim, mən səni başa düşdüm. Mən demirəm, mən düzələmişəm. Çox bir şeydir, qaqa. Sən bu günləri o sözü ağzından çıxartırsan, sən elə bilirsən ki, bu söz ağzımdan çıxdı, fiso da, hə, burada da söhbət bağlandı. Yox, düşərlər üzvə, taparlar səyi. Bunun çox axır nöqtələri var, ha. Söyüş söyü, səyi söyənə qarşı söy. Amma sən kiminsə, mən sənə bu günləri risk canında deyərəm ki, Ceyranı mən dünənləri strassa gördüm. Nətər təsir eləyər? Görsən adama nətər toxunur. Mən də insanam. Mən səninlə qəti işim yox idi. Heç vaxt sənin haqqında videoda paylaşmazdım. Məndən xahiş elədilər ki, o videolar sənə yaraşmır Aslan haqqında. Sildim. Mənə qalmır. Amma sən danışdıqların başqa səhifələrdə durur bu dəqiqə. Dəqiqə başı direktimə sənin videoların gəlir. Gör Aslan sənin haqqında nə danışıb. Lap Aslan bu gün desə ki, mən səhv eləmişəm ki, o video yatdı ora. Yatdı ömür boyu o sosial şəbəkədə. Qaldı orada. Mən başa düşürəm, Pərviz səni. Prosta sən də elədiyin söyüşlər, sən də elədiyin söyüşlər. Pərviz başa düşdü ki, mən Təbrizlə aramda elə bir söyüşlər olub ki, qaça bilməz, Təbriz kişi kimi söhbət elə. Nə söyüşlər olub aramızda? Elə bir söyüş olub ki, ölüm söyüşü olub. Yox, Pirdədən amma kənara çıxmamışıq da. Yəni söyləmişik də, nə bir-birimizin sporumuz olub, Aslan da olub o söhbətin üstə. Amma Təbriz çıxmayan haqqında, ailəmin haqqında danışmaya bax sən kimi. Qulaq as, Təbriz indiyə qədər tək səyə aid eləmirəm. Mən Hüseynlə də problemim olub. Mən sənlə də problemim olub. Mən Ozanla da, hamı ilə problemim olub. Yəni heç kim də söyə bilməz, yəni söyməyib də həqiqətən. Açıq deyim. Mən də bir dəqiqə üzr istəyirəm Pərviz, Aslan. Bir araya gəlib qardaş, bu söhbətə mən bir qaqa kimi sizdən xahiş edirəm. Aslan, sənə də ayrı-ayrı sevgim var. Pərviz, sənə də ayrı-ayrı sevgim var. Mən bunu demək istəyirəm ki, söhbəti yoluna qoyağım. Allah şeytana Qoymuşam yoluna. Mən nöqtəni qoymuşam. Sadəcə olaraq bilirsən nətərdir? Sən çıxıb ki, mənim haqqımda o sözləri işlədirsən, ha. Mən bağlamışdım. Mən Təbriz qulaq as mənə. Diqqətlə qulaq as. Qulaq qoy, at sən də mənə qulaq as. Mən söhbəti bağladığım momentdə o ki, açdı mənim ailə haqqında elənci bir iftira danışdı. Mən ondan keçə bilmirəm. Pərviz, şeyə qoşma, yeni həyatı qoşma. Qoşma, o qoşma bura. Mən o səsini eşitmək istəmirəm. Mən kişi ilə söhbət eləyirəm. Otururam, nə olub, nə aramızda, mən bununla söhbət eləyirəm. Başqa bura heç kimi qoşma. Mən sənə Pərviz, mən sənə o söhbət olandan sonra, sənlə mənim aramda olan telefon danışığından sonra, mən sənə dedim ki, necə məsələ elə. Sonra mən yenə dedim, bacıma da dedim, mama da dedim. Dedim ki, qoşulma bura, mən söhbət edirəm. Dedim ki... Qarşısını alanmadın da, deməli sən deməyin hava olub. Deməli sən deməyin hava olub ki, bunlar 24 saat anabal oturdular, mənim haqqımda danışdılar. Niyə? Sonra, mən özümə də nədir onadır, qayıtlar atdılar ki, bəs belə bazı oturub canlıda danışır, Təbrizin haqqında, nə falan. Yenə mən zəng elədim, tapşırdım ki, danışmayın. Heç də danışmayın. Sənlə yenə deyirəm, mənim bu gün ailəmdə problemim olsa, sözüm, söhbətim olsa, mən çıxıb bunu bugünkü gün canlı danışmaq. O gündən mənim ehtiyacım vardı, bir dənə kart qoydum. Sağ olsun, Təbrizin özü də bir qardaş yanında köməklik elədi. Deyirəm ki, bəs filan şeyə ehtiyacım var. Oradan durdu, nə bilim, filan kəs 50 söz yazdı, buradan 50 söz. Mən deyilən sözlərə qulaq asmıram. Kim məni tanıyır, necə tanıyır, yaxşı tanıyan yaxşı tanıyır, pis tanıyan pis tanıyır. Şükür Allah, heç kəsə pisliyi eləməmişəm. Heç kəsə mən pisliyim deyil. Sən canlını açırsan, bax Aslan, qulaq as mənə. Sən canlını açırsan, deyirsən ki, Pərviz canlıdan pulu götürüb aparıb topaza qoyub. İndi bunun subutunu gətir. Görmüsən mənim topaz oynadığımı? Mən görməmişəm, mən danışanları demişəm ki, eşitdiklərimi demişəm. Mən sənlə söhbət eləyirəm. Mən o canlıdan aldığımı dəc aparıb ora qoyduğumu görmüsən? Mən görməmişəm. Mən yenə deyirəm, eşitdiklərimi demişəm mən. Yox, eşitdiyin niyə danışırsan? İndi mən bu günlərsə eşitdiyim bir iki şeyləri deyəcəm, gedib o canlında danışarsan.
Yəni mən yenə deyirəm, mən eşitdiyimi demişəm. Amma qaldı ki, deyirsən ki, falan söyüşə, mən sənə söyüş söyləməmişdim. İndi nədir onun adı? Anamla bazı Söyüşdən getmir, söhbət. Mən bu günləri söyüş deyirəm, çox adamdan olub. O dediğin sözlərin cavabını verim ya, o sözlər işlədim səni, qoy hamı eşitsin. Mən də onu deyirəm. Ya, iftira danışdığından mı ya danışır? 2-3 dənə iftira danışımsan. Mən də onu deyirəm də sənə, mən sənin barəndə söz söyləməmişdim. Nə də ki, anamla bacım sənin haqqında nə danışdı deyənəm, mən o sözlərin qarşılığında mən durub canlı açıb sənə söz söyləməmişdim, nə də bir şey eləməmişdim. Sən mənim qabağıma çıxdı ki, sən açdın canlı, oradan onlara söydün, buradan gəldim mənə Humaya söz söyləndə, mən ondan sonra başladım, mən əsəbləşdim, mən ondan sonra mən söz söyləmişdim. Söz söymişdim, qulaq as. Söyüşü mən elə belə söymirəm. Biz xəstə dörük, psix dörük. Mən nəyəsə əsasən danışmışam. O qədər özümə qarşı şərəfsizlik görərəm, ona qarşı söyərəm. Sən də zəng eləyərdin mənə, heç canlıya ehtiyac yox idi. Deyərdin ki, plan söyüşü söyləmişsən, bu da. Mən də mıy deyirəm. Sənə zəng elədim də, sən zəngdə də başladın eyni söyüşləri eləməyə. Qulaq as sənə, hər nədən, indi sən mənə birincisi zəng eləməmsən. Sən o söhbətdən sonra, qulaq as, kişi kimi söhbət eləyir. Sən getmirsən, bir dəqiqə dayan, düz danış. Sən getdin canlını açdın. Sən getdin canlını açdın. Qulaq as, o heç ya, o birincini demirəm, mən ikincini deyirəm. Mənim o sözümdən sonra axırıncı gecə Ozanın canlısından söhbət eləyirəm Asiyə. O birinci Bakıdakı temanı demirəm. Mənim o sözümdən sonra sən insan mənə zəng eləmədin, canlını açdın, başladın iftira danışmağa, şər danışmağa. Mən Ozanın canlısında da birinci sən söz söydün. Bildimi? Sən onda mənə zəng elədin? Yox, onda mənə zəng elədin sən. Yox, zəng eləmədin. Ozan canlısına qaçdırma. Sən mənə onda zəng eləmədin. Açdın canlını, o kaydı bu dəqiqə mənim əlimdə var. Qoşun buradan millət eşitsin. Sən bilirsən nələr dedin o canlıda? Yox, Bilirsən nələr dedin? lazımdır. Bildin nələr dedin? Bilirsən də mən hara toxunnam. Ancaq mən də açardım canlını, qulaq as. Mən şərəfsiz deyirəm ha. Deyərdim ki, sən də bacımbudur, sən də anumbudur. Onda nə tər olardı? Söz başqa şeydir ha, şər başqa şeydir. Şər başqa şeydir, söz başqa şeydir. Mən qoşuşunam bir dənə, mən neyniyim qardaş? Heç kimi qoşma, söhbət eləyirik, qoşma heç kimi. Mən də sizə deyirəm ki, mən sən indiyə qədər açıb canlını, hansısa bir iftiranı demişəm, nə qədər olmaya arvadınız olub, gəlib burada 2 il yaşayıb, açıb demişəm filan şeydir, bəhmən şeydir. Hə? Demişəm, hə, yox. Yox. Anı söysəmdə, o mənə səsimi Hüseynə yazdırıb, nə bilim, o da mənə qarşı çox şeylər eləyib, polisə verib, tutturub, hamısını eləyib də, nə? Mən onun hamısını demişəm canlıda. Yox, deməmişəm. Filan maşınlara minib, şəkillər böyütdürüb, gedib Xəzər dənizinin ortasını kilidlə, şəkillə dolduran ceyrandı da, nə? Bu gün gəlir, deyir ki, mənə söyür, bizi ayırmaq üçün. Götürdün Səma adlı bir qıza, ailənin sirrin, olub-olmayan söhbətləri danışdın, gəldin ATV-də dedin, deməmişəm. Bunu hansını deyək biz? Salam abi, hoş geldin. Salam Təbriz abi, necəsiz? Sən dedim qoşulmadın, Təbriz niyə qoşdun onu? Sakin sözüm var, bəxtin qulaq asıram Təbriz sənin dedikləri. Mən nə sən pisliyim dəyməyib, nə də sən mənə pisliyim dəyməyib. Canını açırdın, deyirdin ki, Pərviz xəstədir, filankəs Pərvizdən yaxşıdır. Deyən bir dəqiqə, açıqlama verim, açıqlama verim. Ver, eşidirəm, verirəm. Buyur. Düzdür, sən mən xəstələnmişdim, sən canını açmışdın, danışırdın. Düzdür, siftələr dedin ki, Nabat yaxşı insandır, Nabatla heç bir şeyim yoxdur, problemim yoxdur. Onun siftə dedin, kayıtlar məndə var. Sən nağardın əvəzində, sən də canlını açdın, dedin ki, Pərviz xəstəlikdə. Mən durdum yerdə canlı açıb o danışmamalıydım. ATV-də yadındadır, mən deyirdim Aslana ki, qınıyırdım Aslana ki, Aslan canlıda açıb ailə sirrini canlıda vermə. O yadındadır. O birinci özvədir, Aslana demə. Sən birinci ailənin sirrini sən başlamışsan. Mən də açmayacaqdım. Mən də deməyəcəkdim. Açmayacaqdınsa niyə açırdın? Sən Gökhan'a qoşdun, o bilənin qoşduğu, mən də əsəbləşdim, danışdım. Mən danışdırma, mən Gökhan'ı qoşub sənin qoşduğu söyləmişəm. Sən adlı qulaq as bir dəqiqə. Bir dəqiqə dayan görürük, o başqa şeydir. Deyirəm, mən qoşmuşam Gökhan'ı, sənin haqqında danışılmayıb. Orada mən sənin qoşduğun adamı qoşub söyləmişəm. Sənin adın çəkilməyə, sən canlını bağlamısan, sən sıçan. Səni də yaxşı tanıyıram. Gedmirsən canlı açıb mənim haqqımda danışmışsan. Mən deyəm, o gün Təbrizə də dedim. Və demirsən ki, filankəs Pərvizdən yaxşı oğlandı. Bu sözü sən demirsən.
Gəlmişəm, əsəbləşib demişəm. Onun Niyə? sənə Pərviz deyib səhv eləyir. Başını daşdan daşa döyür. Tutuyor da qardaş. Deyib səhv eləyir. Yox, açıqla, özü qoşulub buradan, nəsə söhbət həll eləmək. Mən də o başa sallam ki, sən və sənin anın o canlını açmasaydı, bugün bu söhbətin içində nəsəyən gəlinin yox idi, nəsəyən qardaşın yox idi, nə mən ailəm yox idi. Bax, sən başlamısan və sənin anın başlayıb. Boşanmışdın, gedib oturuyordun. Qayda yaxşı bax. Nə Qulaq as bir dəqiqə, mən kayıtların hamısını boşanmışdın, altdan siyah sual verənləri, qulaq as, boşanmışdın, altdan siyah sual verənlərə deyərdin ki, bilirsiniz nə var, gedin basın, geçsin buradan, öz işinizlə məşğul olun, ailəm özünüz sən isə, deyəm bir dəqiqə, sən isə qoşdun pozğunları onlara da aid eləyirəm sözümü, mən başdan xarabam, sən qoşdun, başladın mənə söhbətlərimi aparmağa, mən haqqımda onlar nə deyirdilərsə, sən durub muarif deyirdin ekrana ki, əcəb eləyirsiniz. Onlar bilsən mənim haqqımda nələr danışdılar. Heç kimə ixtiyar vermirəm ki, mənim adamlarımı söysün. Hansı adamlar uy? Anamı, nəslimi, kökümü... Sən nəslini söylədin söyləmişəm. Sən bu ortada anı ilə qardaşın, nə bilim, gəlin gedib. Onlar da ki, bilirsən niyə görə? Niyə qarşı o danışdığın sözlərdən sonra gedib və sənin qardaşın çıxıb başlayıb iftira danışmağa? Bildin? Yəni, başa düşmədim. Sən məni söy, anamı söy, söyəndə yaxşıdır. Aslan da durub keyçə kimi baxmalıdır. Ay, bu danışa bilmirim, bu atcanlıdan, bunu başa salıncan, deyir qanmazı başa salıncan, özün qanmaz olursan, bunu atcanlıdan başa sala bilmirsən. Qanmıyor o şeyi. Mən deyirəm ki, söyüş başqa şeydir. Mən sənə deyirəm ki, ay, qulaq as bir dəqiqə. Deyirəm ki, söyüş başqa şeydir, şərxata başqa şeydir. Nabat, sənin haqqında bu günləri şərxata danışacaq. Görün sənə təsir eləyəcək. O dediğin sözü mənə subut eləyə bilərsən, indi canlıda demirəm. Deyirəm ki, şərxata danışıram sənin haqqında bu dəqiqə. Nətər qəbul eləyəsən oy? Mən şər atırsan da. Şər atırsan. Və sən qardaşın mənə şər atır. Mən ailəmə şər atır. Onda mən başa düşmədim. Sən qardaşını söyməməliyəm. Yəni, o sizin aranızda, mən qarışmıram. 2700 adam var. Qarışmıram deyəndə ki, mən durduq yerdə, misal üçün, Pərviz dəli olmayıb ki, durduğu yerdə mənə dursun, mənim ailəm haqqında, mənə söysün. Heç kəs dəli olmayıb. Ortada nəsə var da, ot olmasa pisi çıxa bilməz. Burada sənə də dedim, anama da dedim, açıb heç danışmayın. Pərvizin haqqı, Pərviz də belə biçməsən, misal üçün deyirəm, Pərviz nə bilim, nə yolun yolçusudur da, misal üçün, onun barəsində sən nəsə bilirsən, sən o açıb canlıda danışmamalısan. Olmayan şeyləri danışır. Bir var ki, sən olan şeyləri danışasan. Bunlar danışdıqları, mən xəssiyəm, Nabatsıya sual verirəm. Xəssiyəm mən. Sən mənə deməmsən xəstəyəm. Yox, qulaq as sən. Mən xəstə idimsə, mənim yanımda nəyə zürdün? Nə gəzirdin mənim yanımda? Bir dəqiqə, yaxşı 3 dəfə peyvəndi nə üçün vurdumusan? Təbriz üzr istəyirəm. Peyvəndi vurdurmuşuq, problem deyil, onun qarxasından heç kim qaçmır. Vurdurmuşuq, sən mənə deyirsən ki, sən Pərviz filan xəstəlikdən əziyyət çəkir. Əgər mən xəstə idimsə, bəs mənim yanımda nə əzirdin və plus 2 dəfə qan analizində mənim xəstəliyim niyə çıxmadı? Yəni, yaxşı, Aslana həmən günü, keçən ay 23-ü zəng eləyəndə sənə... Sən Aslan qardaşıva bilirsən o sözləri nə yaşa demişəm. Mən bugün Aslan qardaşıva deyirəm ki, gəlsin otursun maşına, mənlə geçsin analiz verəcəm. Əgər o xəstəlik məndə çıxsa, hər şey deyəcəm sizin haqqınızda. Mən ona görə razıyam, problem deyil. Mən sənin qardaşıva görə o sözləri deyirdim ki, bəlkə sənin qardaşın səni məndən qopardı apara. Çünki sən məndən qopburdun. Yaxşı, bunu başa düşdük. Yaxşı, bir vaxt var idi mənə yalvarırdın. Yadımdadır mən işləyən vaxt. Sən kim yalvarıb? Sən yalvarmısan, sən yatmısan mənim direktimdə. Anuva sən zəng elətdirmisən mənə ki, bizi barışdırıb biz birləşək. Mən səni blok atmaqdan yorulmuşam. Gecənin birində də sən özün gəlmisən mənim yanıma. Kimə yalvarıb mənə danışdırırsan? Kimə yalvarıb? Yaxşı, mən salonda işləyən vaxtlar, kafeyə, orada yalvarırdın, demirdin ki, gəl ailə At o canlıdan, qoy kişilər, qadınla veriləcən, oturub, biraz beynimiz var, o da gedəcək. Mən bura qoşmadım, nə var, xətrimi çoxsa, mən bura... Mən ortalıqda, mən bir şey deyim, sən ortalıqda fırlandığın vaxtı, mənə zəng eləməliydin. Sən canlı açıb o sözləri deməməliydin. Mənə zəng elə deməliydin ki, Pərviz haradasan?
Pərviz, mən bir dənə bir şey deyim. Deyir 100 dənə örtülü bazar, bir dənə dostluğumuz var. Kim nəcür başa düşür, 3100 adam olmasın, lap burada milyon dənə adam olsun. Mən sözün düzün deyən insanam. Mən heç kəsin də qabağından nə qaçmıram, nə də ki bir şey eləmirəm. Günah mənim bacım da olubdur, bir nömrəli şəkildə. Mən də sənə barədə Sən özün də bilirsən ki, bu evliliyə mən heç vaxt razı olmamışam. Bilirəm, bir dənə qulaq as, xahiş edirəm, bir dənə qulaq as. Mən də sənin barəndə nə demişəmsə, ya şər demişəm, ya da xəta demişəmsə, bax bu bir də adamın içində mən üzr istəyirəm səndən. Səndən də sənin ailəndən. Sağ ol. Sən bu başqa şeydir. Bu başqa şeydir. Sən o dedi bilsən, sən orada söyüşsəydin. Mən deyərdim sizə zəng eləyərdim, heç sən söyməzdim. Deyərdim aslan, söyüşə qarşı söyüş danışmısan. Hardasan ki, oturaq söhbət eləyək. Sən söyüş söymədin axı. Sən başqa şey danışdın. Mən bildim, başa düşdüm. Mən başa düşdüm, amma bir şeydir. Mən də mənə deyirəm ki, tək sən toxunmasan. Əvvəldən mənə zəng eləyib, əvvəldən. Patdeşka verməyə. Yox, əvvəldən gərək sən mənə çarşıdan gelib deyərdim, məsələn, düz deyir, məndə də olub elə bir şey ki, məsələn, durub öz ailəm bilmişəm, durub onu, məsələn, kiməsə zəng edib nəsə deməmişəm. Heç kəs deyə bilməz ki, mənim bugünkü gün ailəmdə problemim yoxdur, ya sözüm yoxdur. O oğlanın kişilikdən, namusdan xəbəri yoxdur ki, mən Aslanı nə yığacaqdım, nə narahat eləyəcəkdim, nə də onun ailəsi ilə, arvadı ilə, özü ilə işim olmayacaqdı. Məni bu günləri bu vəziyyətə gətirən 2 dənə adam olub. Onun biri Ceyran olub, biri onun qızı Nabat olub. Onlar əgər sakitcə, bu boşanmadan sonra sakit otursaydılar yerində, nə də bu vəziyyətə gəlməyəcəkdi. Boşanmısan, get sakitcə otur. Qanı qana qaçışdırma və başı nədən kəsilir, adam niyə ölür? Qadınların ucbatından olur da, qadın gedir danışır, başa düşdüyün ağzına gələni. Məcburdur kişi gedə qabağa. Odur, düzdür. Başa düşürsən, budur söhbət. İndi icazə verirsiniz dostlar. Bir də mən danışım. Aslan, Pərviz, siz ikiniz də çox sürəm, bir-birinizdən nə olub, nə olmayıb, özünüz bilərsiniz. İndi bu söhbəti bağlayıb, kres qoyub, bu canlıda əl-ələ görüşüb, Allaha amanat. Yox, mən əl-ələ heç kimlə görüşmürəm. Mən qəti surətdə onlarla tamamilə bitirmişəm. Sadəcə olaraq mən bu günləri onun haqqında qəti surətdə heç nə danışmayacağam. Nə videom var, nə bir şeyim, heç bir şey. Bircə dənə onun o 2 dənə söhbət eləyib, bir xəstəlik, bir də o iftira söhbətinə mən aydınlıq gətirmək istəyirdim ki, hamı eşitsin ki, kimsə haqqında şər danışmaq olmaz. Qaldı qalan bu söyüş-möyüş söhbətlərinə, o 1000 dənə mən dostumla baş verib aranda. O qoyarıq yoluna. Mən heç kimlə əl-ələ görüşmürəm. Mən onlarla konkret bağlamışam söhbətə. Kimlər ki sizin kanalınızda sual vermədi ki, Pərvizlə niyə boşandın, niyə ayrıldın? Denən get siyə girənlə oyna. Get bas keçsin canlıdan. Özün bilərsən. Mən şəxsən direktimə yazan adamları mən söyürəm. Heç bunlarla işim yoxdur. Söyürəm onun hər şeyin ki, siyə girib çıxarı yoxdur. Özümüz bilərik. Bu özümüzün aramızdadır. Boşanmışamsa da özüm bilərəm, birləşmişəmsə də özüm bilərəm, hamısını mən özüm bilərəm. Sən yoxsa kimlərsə qoşub mənim dalımcan danışma. Mən bu günləri yerimdən dururamsa, əsəbləşib söyürəmsə, danışıramsa, deməli mən nəsə eşitmişəm. Mən axırıncı dəfədə o videonu gördüm. Mən başqa şey danışıram. Mən ilə danışdığım səsi pirdelk eləyib paylaşıblar. Aslan, mənim səsim səndən başqa kimdə ola bilər? Valla mən yenə deyirəm, nə bir profil açırlar, onsuz da 5-3 aya o söhbətlər bağlanacaq, hamı bilir kim kimdir. Mən onun heç bir ziyanı dəyməyəcək, onun heç bir ziyanı yoxdur. Sadəcə olaraq mənim səsim səndən başqa kimdə ola bilər? Valla mən bilmirəm, mən yenə Biz deyirəm. söhbət eləyirik, bax diqqətən qulaq, ikimiz söhbət eləyirik, sən mənə danışırsan. İndi siz səs yazmaqla çox vaxtı məşğul, o işinə professionalsınız, bacarırsınız o. Mən eləmirəm. Mən orada danışdığım sözü ora bir delka eləyib paylaşmaq üçün o sizdən çıxa bilər də, yəqin ki, başqa adamdan çıxmayıb o. Yox, mən o səsi mən paylaşmamışam. Heç yerdə. Kim eləyib? Yaxşı, sən paylaşmamısan, sən eləməmsən, mən də eləməmişəm. Yox, mən zəng eləyəndən sonra, mən zəng elədim Nabatımızda, dedi ki, yox, biz elə belə tutaşmışıq telefonda, nə bilim nə, Pərviz Bakıdadır, gəlmir. Mən də dedim ki, bu kişinin oğlu, gör burada nə deyir. Mən o səsi atmışam Nabata ki, qulaq as, deyir ki, bu insan, mənlə o bitdi də, yəni mənlik deyil, bir kəlmə. Amma mən o səsi nə deyəsən and içim, hara deyəsən yəni gedək and içim. Yaxşı, başa düşdüm də nə? Əgər sən eləməmsənsə, onda ya Humay eləyib, ya da ki Nabat eləyib. Humay paylaşmayıb, heç yerdə. Yaxşı, Humay da eləməyib, onda Nabat eləyib. Nabat da eləməyibsə Ceyran eləyib. Ceyran proqramistlər elə şeylər qəşəng bilir. Və mən kimdən şübhələnim, yaxşı.
onların eləyib eləməməyəcəyinə mən o deyə bilmərəm ya eləyiblər eləməm. Fakt ki mən ya Humayun özündən gedir söhbət, bir də məndən gedir. Mən onu Ceyran ekrana baxanda ekranı gücündən görür. Bu mıy eləyə bilməz. Bu çıxdı. Burada 2-3 nəfər siz qalırsınız hə. Bunu kim eləyib mən o səsimi ora paylaşıb hə? Mən yenə deyirəm, mən heç bir səsi paylaşmamışam, nə də ki Kim paylaşıb yaxşı? Mən paylaşmadım, sən də paylaşmadın, siz də paylaşmadınız. Göldən şey gəldi, nədir o? Şeytanın əmsi qızı gəldi paylaşdı və bu səsi kim paylaşdı yaxşı? Mən o səsi attım ki, yəni Pərviz bu sözləri deyil. Yəni deyir ki, bu insan mənlik deyil. Süq tutarlı getdi. Bir kəlmə. Mən bilirəm, Mən gedirdim, Pərviyə heç getmədim. Getdim evə, Sabirabada getdim mən. Getdim Sabirabada, orada da yenə sənlə danışdım. Dedi ki, ki söz dediyim Sabirabadda. Yaxud bizdən aynı onu götürəndə dedim, yox. Səninlə mən əgər problemim olsaydı, onda sənə söz deyərdim. Mən düz neçə dəfə sizin sən o ano Ceyranla Nabatın canlısını bir iki dəfə fırladım. Özüm haqqında bəzi şeylər dedim, hə, insandır da, nə boşanan adam danışmalıdır. Mən artıq elə bir vəziyyətə gəldim ki, hə, gecə saat neçədə sənə zəng eləmişdim mən. O vəziyyətə gəldim ki, mən sənə zəng elədim, orada günahsız adam da söyüldü. Özün bilirsən kimdən gedir söhbət. Başa düşürsən bu nə deməkdir? Günahsız adam da getdi günahının şotuna. Mən başa düşürəm, yenə deyirəm. Ata insan, mən dəli deyirəm, boşandığım adamı götürüm. Sən boşanandan bəri bacın haqqında çıxıb bir kəlmə artıq əski söz danışmamışam mən, amma siz açdınız mənim haqqımda riboy pis şey danışdınız. Valla mən də danışmamışdım. Mən yenə deyirəm. Orada sən bir dənə səhvin ondan ibarət ki, sən söyüşə qarşılıq zəng elə o adamın telefonum var. Mən bilirsən ki 24 saat zəngləri açıram. Yığ mədinə ki, Pərviz söyümsən, mən deyəcəm, niyə görə söyümsən? Ya aydınlıq ver, ya görüş. Bildin? Allah. Bu cəmaat görsün də, millətin bilirsən beynində elə bir siz şey qoymusunuz ki, qurd qoymusunuz ki, o iki mövzu barəsində. Biri xəstəlik, biri o biri danışdığın söhbət. O millət bilməlidir ki, qoy da qayd eləsinlər. Bu danışan söhbətlərin hamısı Sindibadın 40-cı otaqda Təpəgözlə söhbətidir. Yəni burada ciddi bir danışdıqlarının hamısı bunların yalan olub da, başa düşürsən? Söyüşü başa düşdükcə söyüş hamının ağzından çıxır əsəbləşəndə. Bu danışan iftiralar, xəstəliklər, plan, bəsməkan, bunların hamısı iftiradır. Mən ATV kimi bir yerdə götürüb analiz vermişəm qandan. Hepatit xəstəliyi də birinci qanda çıxır. Qan. Qanda namesti çıxır. Bax, burada yenə nədir onun adı? O ağzı göçədə gəlib aşağıdan yazır. Aşağıda baxma, sən mənlə danış. Onlar heç onlar. Yox, qoy deyək ki, bugünkü burada nə Pərviz aslandan qorxmur, nə aslan Pərvizdən qorxmur. Sadəcə normal şəkildə söhbət edirik. Burada da gözə söz söymür bir-birinə, nə də ki bir başqa nəsə demir. Sadəcə söhbət edirik, olan şeylərə aydınlıq gətiririk. Qaqaş, mən sənə yenə də təkrarən deyirəm. Sən bu ayrılıqdan sonra sən və sənin ailən sakitcə otursaydı yerində, mən bu söhbəti bu vəziyyətə gətirməyəcəkdim. Sən o evdə Ceyran bilmirəm oradan xoddadı oymu, ya sən kimsə xoddadı, o başladı o elənçiyinə orada o söhbətləri eləyəndən sonra açıldı. Yo, adam üstündə Allah var. Adam da ona deyirdi ki, açıq canlıda heç nə söz deyirdi ki, sənin alın canlını açırdı, deyirdi Pərviz mındardı. Budur, o başa salam. Deyib, onu da deyib. Onu sonradan, indi bilmirəm, onlar rayondaydı, mən onların yanında deyildim. O da sonradan açdı dedi. Dedim, ayma, bir yandan deyirsən, açıb hesab danışma, bir yandan da özün danışırsan. Ay, cici bacı idi oynanmayla, yığmışdı nəsli ki, millət ora, ay, gəlin bura bacılar, padruşkalar, Pərviz haqqında tema var. Böyle bir yeyib içmək gedirdi bunun canlısında. 6 nəfər sağdan qoşulub, 600 nəfər də altdan yazır. Vallahi onu bilirəm ki, mən bir dənə bildiyim bir şey var ki, ümumiyyətlə, yenə deyirəm, sən özün şahid olmuşsan, sən bir dəfə ailədə olmuşsan, mən 2 dəfə ailəm dağılıbdır, bilirsən də nəyə görə dağılıbdır. Çünki ikisində də səhv seçim eləmsən, ona görə, hə? Səhv seçim eləmişəm, o heç, öz yerində. Amma yenə deyirəm, heç kəs İkinci promo Anakonda idi, Anakondanın axırıncı balası. Hə, danış. Təbrizə bak etdi. Təbriz buradayıq, o adda deyilik. Özü zəhərsiz Anakonda idi, ha. Kərtənkəli ilə əmi qızı, əmi oğlu Anakonda idi, o da yaxşı tanıyıram. İndi yoxa çıxıb biraz göyərçə eləyib, o da gözəl tanıyıram mən o kimdir. Danış. Valla mən yenə deyirəm, mənim şükür Allaha,
işlədiyimi də görüblər, qazandığımı da, gətirdiyimi də görüblər, sənin də əziyyətimi görüblər. Çox adam deyir ki, misal üçün Pərviz niyə işləmir? Bir dənə şeyi yaxşı yadıma saldın. Sən Ceyran anan deyir ki, Ceyran ana. Deyir ki, mən Nabatı 2 il orada saxlamışam. Qoymayı da millət bilsin. Ceyran 60 ildən bir bura 20 manat pul atırdın. Oyla yaşayırdıq biz. 20 manatı elə girirsən dükana 3 dənə çörək alırsan, 2 dənə kartuşka alırsan, vsyo. Çölə çıxanda borcla çıxırsan pramoy. Ya şalvarı qoyursan, ya ayaqqabı ki qayıdıram. Sən saxlamısan bizi burada? Hə? Deyir, mən saxlamışam. Və yaxşı, burada pişən kotletləri, çörəkləri, yeməkləri sən göndərirdin bura. Bir dənə qazança gətirmişdin ad günündə bura. Burada dava gedir, Ceyran kuxunada qazan yuyur. Deyirəm, nağarsan sən, burada adam ölür. Yox, bu qazanı vacib yumalıyam, bu Sabirabada gedəcək. Sən saxlamışdın məyi? Allah'a and olsun, burada qan gedir, hə? Bir də gördüm ki, kuxunada gidraforun səsi gəlir. Bu nə da? Elə bildim ki, nəsə gecələr bir də görsən, zat toxunur da gidrafor işləyir axı. Mən də elə bilirəm ki, nəsə öz-özünə işləyir. Ceyran qazancı, aş qazanıyor. Deyir, mən saxlamışam Pərvizlə Nabatı. Vallahi, yenə deyirəm. Hara yazaq mı? Hara yazaq? Mən yenə deyirəm. İldə bir dəfə 20 manat atır bizə. Ay, heç atmasını istəmirəm onu 20 manatın. Nabat özü deyir ki, ay ana, mən filan şey ehtiyacım var. İndi anası da, mən deyəcəm istəmə. Nə olsun, mən də qaynanam Novruz bayramında 20 manat istəmirəm, mən qaynata heç nəyin istəmirəm. Mən bunlarda ən çox hörmət elədim. Bunlar heç birisini açıq deyirəm, hörmət eləmirəm. Bir dənə o kişiyə, qurban kişiyə hörmət eləyirəm. O qurban kişidə olan qeyrət yoxdur bunlarda. Açıq-uza getsə də deyəcəm. Budur. Mən qurban kişini, o başqa kişidir. Kaş elə mən o ilə bu günlər bu ailənin üstündə olsaydı qurban kişi. Burada başa düşdüyüm başqa söhbətlər bu dərəcədə olmayacaqdı. İmin o ağsaqqalın olmamaq elədi. İndi nə var ha Pərviz? Mən sözümü dedim. Mənim qısası nəysə uzatmaq istəmirəm. Saqqız kimi uzanmasın bu söhbət. Mənim haqqımda qəti surətdə canlıda danışılmasın. Bitib, bağladıq, söhbəti getdi. Kim ki sual vermirsə, Pərviz deyir. Ola bilər ki, gəlib səyə canlıda deyərlər ki, Pərviz indicə səyə falan söyüşü söydü. Denən ki, görməmiş inanmıram. Qaydat baxım. Mən elə bir oğlanam ki, mənim ağzımdan kəlmə çıxsa odur. Mən beynim çönəndə nəyəsə uyğun beynim çönür. Bu söhbəti bağladıq. O da dediyi səhvləri, elədiyi səhvləri boynuna aldı ki, bunları yalan demişəm, iftira danışmışam. Bu söhbət burada bağlandı mənim üçün. Mən dedim sözümü. Yəni mən yenə deyirəm. O qaldı ki, mən indi olan özünə zəng eləyib tapşıracağam. Mənim qəti surətdə. Çünki qaydım mənə gəlməyi saniyə daha. Onlar danışdığı moment qaydməyə gələcək. Mən tapşıracağam yenə də onlara. Gecə öz xeyri, salamat. Su içən gecə su. Təbrizə fantadan az işləyinə. Ziyandır. Varlığa nə darlıq, qardaşım? Ziyandır. Bura bax, sədir canında söylər, bəsdir kart qoydun, pul yığdın, ged işlə ginən. Oldu? Buna baxayım. Yaxşı oldu. Oldu, davay. Görməyim sənə. Bax, görsən məndən incimə, düşəcəm səndən. Gedirəm, canlasam, gəl hədiyyə at mənə. Hədiyyə atarım, problem yoxdur, davay. Yaxşı oldu. Dərdi. Bax, qabiliyyim tutmasın, ha. Deməli, dostlar, hamımız qulaq asız, hamımız gördünüz, canlı yayım düşəcək. Bilirəm, bəziləri trollar şoya gəlir də, aha, 2004 qəşəng. Yəni, mən bu söhbəti ona görə açdım, belə dedim ki, mən sülh adamıyam. Piyanistka dediğimiz Təbriz sülh adamı oldu bu günləri. Mıklayın, tıklayın, Allah sizi bəlxuda var bəxtiyar eyləsin. Mən belə bir adamam və mən bu Təbrizəm. Alkaş dediğimiz Təbriz sülhə gətirir. Alkaşam, yemək tapıram ay evində yeməyə, çöldə qalıram. Öpürəm sizləri. Əsas odur ki, bir-birinizə mehriban olun. Arada yaman gördüyümdən ki, Pərvizin həqiqətən realda da elə qəşəng sözləri var. Mən realda Pərvizlə çox oturub çörək yemişəm. Ona düzdür, biraz gördüm. Yox, davalarına gülmürdüm. Mən şou sevmirəm. Mən bunları sadəcə olaraq barışdırmaya gətirmişdim və gördünüz ki, mən pis insan deyirəm. Allah köməklər olsun hər ikisindəki söyüşsüz, yadsız. Bura mənim platformamdır. Ağızda gələnlərdə, səssizə etdiklərimdə birinci məni bağışlayın, ikinci də özünüzü bağışlayın ki, mən atmalıydım bunu sizə, səssizə. Çünki onlar söyüş söymürlər. Bunlar hörmət edirlər, siz gəlib söyüş söyürsünüz. Özünüzdən... Bəli, mən
içki içsən Təbrizi, pis tanıdığınız Təbriz budur. Yəni içki içən Təbrizi, bildiyiniz Təbrizi bu idi. Deyirdici alkaşdı, canlılarda yaymışdı, filankəs, Təbriz belədir. Həmin o Təbrizin canlısında 3200 nəfər adam var idi. Elə adamın piyaniskanın canlısına ömür boyu gəlmirlər. Oldu mu? Elə şeylər eləməyin, ayıbdır. Yəni başınıza dönərəm. Ən azından bir-birimizə hörmət qoyalım, hörmət eləyəyin. Vay vay, onlar barışdırmaz neydi? Yaxşı, onlar barışdırmamaq üçün nə edəcək? Görsən bugünkü gün sən Azərbaycanlısan. Sən şərt deyil mənə qardaş olasan, qanun bir olar. Şərt ürəyin ola ki, sən mənlə qardaş olasan, ürək qardaşı, qan qardaşı yox. Qan qardaşlarını görmüşük, şor qıymirlər bir-birlərinə. Ayıbdır. Kimdir onun sevgilisi? Var yoxum, anam bacım, nəslim köküm, evdəkilərim, kimdir mən sevgilim? Mən burada hamını dinləyirəm, heç kimə də inanmıram. Bu arada salam necəsiz yazıram. Bu mənim yeni səhifəmdir. Takip atsız atarsız, atmasız, Allah köməyiniz olsun. Zarin nə deyil? Yox, Zarinlə Təbrizi deyil. O nədir özü içindir, mənə adiyyəti yoxdur. Nəysə dostlar, şov bitdi, səhər açacağım canını. Şov bitdi, mən də işim var. Allah'ın dostu bir tikə yeməyə pişirmişəm. Quran akıllarının söz söhbətini qutarırdım. Gedim Allah verənə. Makaron yiyirəm, makaron. 3 kilo makaron alın, gedin kasıbın evinə, səndən video çəkiş edin. Bu mən də yiyirəm də, bu hamı yiyirikdir. Bu adam yiyib çəkişini eləyər. Mən Zarinlə Təbrizi deyirəm, mən kimləsə səhv salmayayım. Mən ora efirə çıxanda, bunların heç biri yox idi efirdə. Həqiqətən deyirəm. Gördünüz? Pis dediyiniz Təbriz bax budur. Sülh adamı.